Ağa, Quran nə vaxt cəm olub? Quranın cəm olması barədə İslam alimləri arasında müxtəlif nəzərlər var, müxtəlif rəy var. Əlbəttə, bu məzhəb söhbəti deyil. Bəziləri elə güman eləyər ki, bu məzhəb söhbətidir. Güya bəzi məzhəb deyir belə, bəzi məzhəb deyir belə. Yox, bu məzhəb söhbəti deyil. Sadəcə alimlərin nəzəridir. Yəni, eyni bir məzhəbin içindən müxtəlif alimlər ola bilər. Görürsən ki, eyni məzhəbə, eyni əqidəyə malik olmalarına baxmayaraq, onların bu barədə görüşləri müxtəlif ola bilər. Eləcə də elə bizim Əhl-i Beyt alimlərinin içərisində, məsələn, Allah rəhmət eləsin Seyyidül Xoy ağanı, onun nəzərində Quran Peyğəmbər sallallahu əleyhi və alihin zamanında cəmlənib. Amma məsələn, Məhəmməd Hadi Mərifət, Allah ona da rəhmət eləsin ki, 20-ci əsrin Quran elmlərində böyük alim hesab olunurdu və bu barədə böyük əsərləri də var Quran elmləri barədə. Demək olar ki, o kişi bütün ömrün elə ulumul Qurana, Quran elmlərinə sərf elədi. Və onun nəzəri isə budur ki, yox, Quran Peyğəmbər sallallahu sonra cəmlənib. Yəni, bunu niyə misal çəkirəm? Bu, alimlərin siyasını artırmaq da olar, çoxaltmaq da olar. Bunu ona görə misal çəkirəm ki, bu iki alimin adlarını ki, qoy əziz tamaşaçılarımız bilsinlər ki, bu məzhəb söhbəti deyil. Bu, eyni məzhəbin içərisində, eyni əqidəyə malik olan, görürsən ki, iki böyük alim nəzərləri fərqlidir. Amma məsələn, biri məndən soruşsa ki, sənin bir tələbə kimi, bir oxunmuş, bir neçə hərif bilən kimi, sənin fikrin nədir bu barədə? Mən Seyyid Xoy Ağagilin məktəbin və yaxud onların nəzərin bu məsələdə seçirəm ki, Quran Peyğəmbər sallallahu əleyhi və alihin zamanında cəmlənib. Və bunun üçün də bir neçə dəlillər var ki, əvvələn əqli dəlillə də biz məntiqlə də deyə bilərik ki, yəni nə maniyə vardı ki, Peyğəmbər sallallahu əleyhi və alihin dövründə Quran cəmlənməsin? Yəni nə maniyə vardı buna? Niyə Peyğəmbər sallallahu əleyhi və aleyh bu qədər əhəmiyyətli olan ilahi əmanəti sonraya buraxmalı idi? Nə üçün? Niyə? Yəni, halbuki bütün müsəlmanlar yekdilliklə bunu qəbul edirlər ki, Quran İslamın əsasıdır. Quran İslamın əsas istinadıdır. Quran bizim, belə deyim də, həyatımızdır da. İslamın həyatı Qurandır, əsası Qurandır, əbədi möcüzəsi Qurandır. Bütün nə gözəl, xoş söz deyə bilirsən ki, o belə dayaq, sütun, dağ, söykənməli, sütun, hamısı Qurana aiddir. Bəli, İslam üçün Quran bu misaldadır. Bu qədər Quran önəmli olduğu halda niyə Peyğəmbər sallallahu əleyhi və aleyh onun cəm olmasını sonraya saxlamalı idi? Hə, indi kağız indiki qədər o zaman ərəb mühitində və yaxud Hicazda yayılmamışdı. O başa düşmək olar, amma hökmən deyir ki, vərəq olsun. Elə o zamanda da kitablar var idi. Ya dəridən düzəldirdilər kitabı, kağız əvəzinə, vərəq əvəzinə və yaxud ağacdan düzəldirdilər və yaxud lövhələrdən düzəldirdilər. Fərq eləməz. Yəni, hər hansı bir vasitə ilə olursa olsun, həcmi böyük olsun, həcmi kiçik olsun, yenə fərq eləməz. Quranın Peyğəmbər sallallahu əleyhi və alihin zamanında cəm olmaması, onu sonraya saxlamasının nə lüzum var idi? Yəni, nəyə görə bunu, bu cür mühüm işi Peyğəmbər sallallahu əleyhi və ali icra eləməməli idi? Bu bir məsələ. İkinci məsələ ilə Seyyid Xoy ağanın özünün gözəl bir dəlili var bu barədə. Buyurur ki, bütün müsəlmanlar ortaqdılar ki, yekdilliklə qəbul edirlər ki, Həzrəti Rəsulullah sallallahu əleyhi və alihi və səlləm buyurub ki, mən sizin aranızda iki ağır əmanət qoyub gedirəm, Allahın kitabın və Əhl-i Beytimin. Allahın kitabın sizin aranızda əmanət qoyub gedirəm. Deməli, Allahın kitabı hazır idi ki, cəmlənmişdi ki, Peyğəmbər sallallahu buyururdu ki, mən Allahın kitabın sizin aranızda əmanət qoyub gedirəm. Bu elə özü əslində düşünənlər üçün çox gözəl bir dəlildir. Maraqlı orasındadır ki, Səhih Buxarinin özündə də, çünki biz bilirik bəzi müsəlmanlar var ki, onlar Səhih Buxarini Qurandan sonra ən mötəbər kitab hesab edirlər, hədis kitabı hesab edirlər və oradakı bütün hədislərdə mötəbər hesab edirlər. Həmən o kitabda belə bir hədis var ki, birinci xəlifədən soruşdular ki, mən cəməəl Qur'ana fi əhdin nəbi. Qur'anı Peyğəmbərin zamanında kim cəm elədi? Sualı bu. İndi əgər Peyğəmbər sallallahu əleyhi və alihin zamanında Quran cəm olmamışdısa, onda birinci xəlifə nə deməli idi? Deməlidir ki, bu sualın nə mənası var? Quran hələ cəm olmayıb. Çünki deyirlər axı, 3-cü xəlifənin zamanında cəm olub Quran. Düzdür, bəzi alimlər deyir ki, 1-ci xəlifənin zamanında, bəzi alimlər isə deyirlər 3-cü xəlifənin zamanında. Yaxşı,
Peyğəmbər onda birinci xəlifə deməli idi ki, xeyr, belə bir şey olmuyor. Quran cəm olmuyor. Buna sual verirsiniz bizə. Amma görürük ki, o elə demir. Cavab vermir. Gör nə cavab verir? Yəni ondan soruşanda ki, Peyğəmbər sallallahu zamanında Qur'anı kim cəm eləyib? Deyir filan kəs, filan kəs, filan kəs. Yəni artıq bilirik ki, Qur'anı cəm edənlər olub, Qur'an katibləri olub Peyğəmbər sallallahu zamanında ki, artıq onlar elə Qur'an ayələr nazil olduqca onlar yazırdılar Peyğəmbər sallallahu əleyhi və alihin göstərişindən və cəm edirdilər. Mən bir dəfə maraqlı oldum mənim üçün. Səhih Buxarının bəzi təfsirləri var da, şərhləri var o hədis kitablarının. Onların birinə baxdım ki, görün bu hədisi necə şərh edirlər. Axı bu Səhih Buxarıda olduğuna görə deyə bilməzlər bu mötəbər deyil, bu zəif hədisdir. Bunu necə şərh edirlər? Gördüm orada deyirlər ki, burada cəmaədən məqsəd, yəni kim cəm edibdən məqsəd, kim hifz edib. Yəni kim əzbərləyib Qur'anı? O da deyir ki, filan kəs Qur'ana hafiz olub. Bu da doğrudur. Əvvələn ərəb dilində bunu ərəb dilindən ibtidai bilənlər də bilirlər ki, cəmaə sözü ərəb dilində cəm etməkdir, hifz etmək ayrı bir şeydir. Onda o sual verən soruşardı ki, mən həfizəl Qur'an fi əhdin nəbi. Qur'anı kim hifz edib, kim əzbərləyib Peyğəmbər sallallahu zamanında. Bu bir. İkincisi, orada birinci xəlifə cavab verəndə 3-4 nəfərin adını çəkir. Amma biz bilirik ki, Peyğəmbər sallallahu zamanında çoxlu hafizlər var idi. Yəni əzbərləyənlər çoxlar idi. Yəni 3-4 nəfərdən ibarət deyil idi. Sayları onlarla, yüzlərlə, hətta Peyğəmbər sallallahu əleyhi və aleyhdən sonra bəzi hadisələr cərəyan elədi İslam aləmində, İslam tarixində döyüşlər baş verdi. Tarixlər yazırlar ki, elə döyüşlər oldu ki, o bir döyüşün içində məsələn 70 hafiz öldürüldü. Yəni səhabə 70 hafiz öldürüldü. Yəni, nə qədər səhabələr vardı ki, onlar hafiz idilər Qur'anı, əzbər bilirdilər Qur'anı. Ona görə bu cür dəlillər açıq-aşkar bizə göstərir ki, Qur'an Peyğəmbər sallallahu əleyhi və alihin zamanında artıq cəmlənib və biz buna inanırıq və bunun dəlillərini də möhkəm hesab edirik. Bəli, o 3-cü xəlifənin zamanında baş verən hadisəni çoxları Qur'anın cəmi kimi təqdim edir. O Qur'anın cəmi deyil. O Tevhidül Məsahif deyirlər ona. Yəni Qur'anı birləşdirmək. Yəni birləşdirmək nə mənada? Yəni Qur'anı vahid qiraətlə oxumaq. Çünki Qur'anın müxtəlif qiraətləri var. Məsələn, Qur'anın vərş qiraəti var, Qur'anın bizim indi əlimizdə olan Həfsin qiraəti var, bizim bu başqa qiraətlər də var Qur'an-ı Kərimdə. Düzdür, indi bütün dünyada demək olar ki, bir qiraət daha məşhurdur, o da Həfsin qiraəti. Amma Qur'anın müxtəlif qiraətləri var, oxunuşları var. O hadisə də var tarixdə ki, Huzeyfə, Peyğəmbər sallallahu əleyhi və alihin gözəl sahabalarından biri, hətta ad da var ki, elə Azərbaycana gəlir. Və Azərbaycanda görür ki, artıq insanlar müsəlman olublar. Onlar müsəlman qeyri-ərəblər, yəni ərəb olmayanlar müsəlman olurlar. Çünki İslam yayılır bütün məmləkətlərə, bütün ölkələrə, xalqların arasında. İndi ərəb olanlar Qur'anı düzgün oxuya bilirlər. Qur'anda hərəkə olsa da düzgün oxuyurlar. Qur'anda nöqtə olsa da hərflərdə düzgün oxuyurlar. Və yaxud Qur'an-ı Kərimdə müxtəlif qiraətlərlə də olsa onlar oxuya bilirlər. Çünki ərəbdir, bunun öz dilidir. Amma qeyri-ərəblər ki, artıq sürətlə İslama daxil olurlar, onlar ərəb dilin bilmədiklərinə görə Qur'anı düzgün oxuya bilmirlər. Qur'anı oxuyanda da istəsəmə qiraətin müxtəlifliyi başqa mənalara apara bilər, başqa əcəmlərin arasında yayıla bilər, qeyri-ərəblər arasında. Ona görə o bunu görür, dəhşətə gəlir, qayıdır Mədiniyə və o zamanki xəlifiyə, 3-cü xəlifiyə və səhabələrin də məcmuəsinə, cəminə bu sözü çatdırır ki, mən getmişdim elə bir məmləkətə ki, ölkəyə ki, orada ərəblər yox idi və yaxud az idi və orada mən Quran oxunuşlarını gördüm, təzə müsəlman olanların və onlar bərbad gündədir. Yəni, onların oxunuşu tamamilə Quranın həqiqətindən uzaqdır. Biz elə bir şey eləməliyik ki, Quran barədə ki, Quranın oxunuşu bütün müsəlmanlar arasında eyni cür olsun. Və orada qərar verilir ki, Tevhidül Məsahif, yəni səhabələrin ümumi məşvərəti ilə, məsləhəti ilə Qur'anı bir qiraətlə toplayaq və ondan neçə nüsxə düzəldək və o nüsxələri böyük şəhərlərə göndərək. Məsələn, birin Məkkəyə, birin Mədiniyə, biri Mədinədə qalsın, biri Şama göndərək, birin Kufiyə göndərək, birin Bəsriyə göndərək. Belə böyük şəhərlərə göndərək ki, ondan sonra kim də istəsə ki, Qur'anı çap eləmək və yaxud yazmaq, köçürmək, həmən Qur'anlardan köçürsün ki, bütün dünya müsəlmanları arasında vahid qiraətlə Qur'anın oxunuşu olsun. Bu tamam ayrı bir şeydir. Qur'anın cəm olması ayrı bir şeydir. Bu tarixi hadisəni Qur'anın cəmi kimi yazmaq, əlbəttə Qur'an barəsində bəzi
şübhələri də meydana gətirir ki, məsələn, əgər bir nəfər desə ki, Quran Peyğəmbər sallallahu əleyhi və aleyhdən sonra cəm olub, istər-istəməz burada bəzi suallar meydana gəlir ki, ola bilsin ki, orada dəyişikliklər olub, ola bilsin orada müxtəlif ehtimallar gəlir və hətta bu son zamanlarda bəziləri peyda olublar, eşitmişəm, deyirlər ki, bu Quran ki, əgər başqaları tərəfindən, məsum tərəfindən cəm olmayıbsa, hətta oxumağı belə indi oxumurlar. Yəni təəssüflər olsun ki, belə də özlərinə müsəlman deyənlər də var. Amma yenə deyirəm, bizim rəyimiz odur ki, bizim inancımız budur ki, Quran-ı Kərim Peyğəmbər sallallahu əleyhi və alihin zamanında cəmlənib, Peyğəmbər sallallahu əleyhi və alihin öz göstərişi ilə cəmlənib və ona görə Quranda nə bir hərf artıb, nə bir hərf azalıb. Eləcə də Peyğəmbər sallallahu öz sözü də buna gözəl kifayətdir ki, yenə bunu bütün müsəlmanlar qəbul edir. Buyurdu ki, la salata illa bi fatihatil kitab, namaz yalnız və yalnız kitabın fatihəsi ilə olmalıdır. Yəni biz ki, Fatihə surəsi deyirik. Çünki bütün müsəlmanlarda bilirsiniz də, Fatihədən sonra hər hansı bir surə oxumaq icazəlidir namazda. Məsələn, mən Fatihədən sonra İxlası oxuyuram, sən Fatihədən sonra Qədr surəsini oxuyursan, digəri Fatihədən sonra məsələn Nas surəsi oxuyur, o birisi məsələn Ələqdə vacib səcdə var. Məsələn, Nas surəsini oxuyur, o birisi Məsəd surəsini oxuyur, kimsə Nəsir surəsini, kimsə Kövsər surəsini oxuyur. Müxtəlif surələr Fatihədən sonra oxuya bilərsən. Amma Fatihəni əvəz edəcək heç bir surə yoxdur Quran-ı Kərimdə. Yəni namaz olsun, amma onda Fatihə olmasın, belə bir şey müsəlmanlarda yoxdur. Yəni bütün dünya müsəlmanlarında fərq eləməz hansı məzhəbdən, hansı irqdən olursa olsun. Ona görə bu kəlam Peyğəmbərimizin kəlamına görədir. Həzrəti Rəsulullah sallallahu əleyhi və alihi və səlləmin kəlamına görədir ki, buyurub, namaz yalnız və yalnız kitabın Fatihəsi ilə, yəni açılışı ilə. Əvvələn bu söz bizə göstərir ki, kitab hazırdır. İkinci bizə göstərir ki, bəli, hətta Fatihə adlanırsa, Fatihə surəsi, deməli bu kitab yox idisə, bu nəyin açılışı idi, nəyin əvvəli idi, nəyin əsası idi. Ona görə bu cür kəlamlar bizə 100% yəqin verir ki, Quran Peyğəmbər sallallahu əleyhi və alihin zamanında cəm olub.